Mən təhsil sahəsində mükafata layiq görülmüşəm. Mənim fəaliyyətim Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müəllim olaraq fəaliyyət göstərirəm. Bundan əvvəl də elmi pedaqoji fəaliyyətlə məşğul olmuşam. Sabah qruplarının məzunu olmuşam. Mən qürur hissi ilə onu qeyd eləmək istəyirəm ki, ölkəmizdə 3 təhsil pilləsinin üçünü də ölkəmizdə almışam. Həm bakalavr, magistratura, həm də doktorantura təhsilimi mən Azərbaycanda almışam və buradan onu qeyd eləmək istəyirəm ki, ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsidir ki, təhsil sahəsində mən bu uğurları qazanmışam. Bu mənim ikinci mükafatımdır Cənab Prezident tərəfindən aldığım. İlk dəfə 2022-ci ildə Azərbaycanda təşkil olunan Texnofest yarışmasında robototexnika müsabiqəsi üzrə birinci yerin qalibi olmuşuq və mən onu da qeyd eləmək istəyirəm ki, bu nailiyyətlərin də hamısının arxasında mənə dəstək olan insanlar var, komanda şəklində işlədiyim insanlar var. Uşaq vaxtından hər zaman elmlə məşğul olmağı arzulamışam və bu mənim arzularımın gerçəkləşməsi idi.